Metronun stansiyaları daxilində təmizlik göz oxşuyur, amma bəzi stansiyaların çıxışında bunu söyləmək çox çətindir. Bu məqsədlə əməkdaşlarımız müşahidələr aparıb süjeti təqdim edirəm. Havaların isti keçməsinə baxmayaraq sakinlər yollarda tıxaca düşməmək üçün metrolardan istifadə etməyə üstünlük verir. Yeni ki müasir qatarın da alınması bu xidmətdən istifadə edənlərin sayını daha da artırıb. Amma buna baxmayaraq bir sıra çatışmazlıqlar hələ də qalmaqdadır. Bu da əsasən təmizlik işlərinin aparılmasında özünü göstərir. Elə bunu nəzərə alıb Bakı metropoliteninin bir neçə stansiyasına baş çəkdik. Yeni açılmış metro stansiyalarda həm daxilinin, həm də çöl tərəfinin təmiz olmasını görsək də, təəssüf ki, Koroğlu metro stansiyasında bunun əksinin şahidi olduq. Şüşələrin üzərində yığılan toz qalığı bu piramidə bənzər stansiyanın görünüşünü xoş olmayan hala gətirib çıxarmışdı. İlk vaxtlar günəş şüalarından parıldayan tikili indi suyu bulanmış şəqaba bənzirdi. Ətrafda işləyən insanların və metro stansiyanın xidmətindən yararlanan sakinlərin də yaranmış bu vəziyyət heç də ürəyincə deyil. Hər şey özümüzdən asılıdır. Sovetlər dövründə olan təmizlik indi yoxdur. Ancaq inkişaf indi çoxdur, təmizlik yoxdur. Təmizlik kim eləməlidir? Xalq özü eləməlidir. İnsanlar eləməlidir. İnsan eləməndir, insanlara göstəriş vermək lazımdır. Təmizlik çox qəşəngdir, çox gözəldir. Sovet dövrünə baxanda indi təmizlik yaxşıdır. Məsələ aydınlıq gətirmək üçün Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, metropolitenin bütün stansiyalarının çöl hissəsində mütəmadi olaraq təmizlik işləri aparılır. Koroğlu stansiyasına gəldikdə isə sözü gedən metro stansiyada bu işlər daha intensiv olur. Amma metro stansiyanın açıq ərazidə yerləşməsi oranı digər stansiyalardan tez çirklənməsinə səbəb olur. O yüzden ətrafın tozu şüşələrin üzərinə oxur. Sonda apardığımız müşahidələrin nəticəsi olaraq demək olar ki, cüzi qüsurlar olsa da metro stansiyalarda təmizliyə tam riayət olunur.